Biznes uğrunun 100 danılmaz qanunu. Brian Tracy. O, uğur hekayələrini paylaşmağa, insanları motivasiya etməyə ərinmir. İndiyədək minlərlə seminarda iştirak edib, yüz minlərlə insanla canlı ünsiyyətdə olub. Təcrübə və təhqiqatlarına əsaslanan 55 kitabı 40-dan artıq xarici dilə tərcümə edilib, 60-dan çox ölkədə satılmaqdadır. Kitablarının böyük maraq doğurması təsadüfi deyil. Çünki yazar olmaqla yanaşı həm də Amerikanın ən məşhur spiker motivatorlarından biridir. Muzlu iş, satış, marketinq, investisiya, avtomobil ixracı, daşınmaz əmlak biznesi, distributorluq və menecerlik sahələrində böyük təcrübəsi var. Bu dəfə isə oxuculara uğurun 100 qanununu təqdim edir. Həyatınızı kökündən dəyişəcək bu qanunlar təcrübədə özünü çoxdan doğruldu. Müqəddimə. Günlərin bir günü mən həyatın nə üçün məhz belə qurulduğunu öyrənmək üçün bir ömürlük səyahətə başladım. İnsanların çoxu kimi yolum satış, menecment və sonunda sahibkarlıq və biznesdən keçdi. Zamanla biznesdə uğur qazanan hər kəsin müəyyən prinsip və qanunlarının olduğunu müşahidə etdim. Bu kitabın məqsədi də məhz həmin prinsip və qanunları sadalamaq və izah etməkdir. Mənim yer üzündəki missiyam 25 ildən çoxdur ki, dəyişməz qalıb. Təqdim etdiyim ideya və strategiyalar vasitəsilə insanların potensialını üzə çıxararaq daha böyük uğur qazanmasını təmin etmək. Məncə, həyat ən dəyərli və heyrətamiz bəxşişdir. Bu inamla mən illərlə maddi və mənəvi məqsədlərə nail olmaq üçün sərf edilən zamanın qısaldılması yollarını axtarmışam. Biznes uğurunun qanunları kitabı da o qəbildəndir. Kitab əsasən öz bacarıqlarını artıraraq sərf etdikləri saatlar, günlər, həftələr, aylar və illər ərzində daha çox nailiyyət əldə edib biznesini genişləndirmək istəyən iş adamları üçün yazılıb. Bu kitabdakı qaydalar istənilən adamın aylar və illərlə davam edən ağır zəhmətinə qənaət edə bilər. Potensialınızı üzə çıxarmaq üçün bu qaydalar inkar edilməzdir. Onlardan hər hansı birinə əməl etməmək dəyərli vaxtın və zəhmətin hədər getməsi ilə nəticələnər. Sizə belə bir sualım var. Çəkilən eyni zəhmətin qarşılığında bir il ərzində 50 min və ya 100 min qazanmaq şansınız olsaydı, hansını seçərdiniz? Cavab yəqin ki, bəllidir. Biz həmişə eyni zəhmətin qarşılığında daha çox qazanmağa üstünlük veririk və bu qanunlara əməl edən insanlar eyni zaman və zəhmət müqabilində digərlərindən qanunlara əməl etməyənlərdən, yəni qat-qat artıq qazanırlar. Bu qanunlar fizika, riyaziyyat, mexanika və ya hər hansı digər təbiət elmlərindəki qanunlara bərabərdir. Praktikada təsdiqini tapmış bu qanunlar biznesin istənilən sahəsinə tətbiq edilir. Onlar sağlamlığa, ailəyə, sevgiyə və ya xoşbəxtlik üçün lazım olan hansısa digər bir sahəyə aid deyil. Biznes uğuruna aid sevindirici fakt təbiətin neytral olmasıdır. Digər uğurlu insanların etdiklərini siz də etsəniz, onların nailiyyətlərini siz də əldə edəcəksiniz. Etmədikdə isə nailiyyətiniz olmayacaq. Bu qədər sadə. Bu qanunlardan çoxu sadə və aydın görünə bilər. Bəziləri müxtəlif vəziyyətlərdə bir-birini müxtəlif şəkildə təkrarlaya bilər. Bu sizi çaşdırmamalıdır. Bütün sahələrin ən peşəkar mütəxəssisləri xırdalıqda mükəmməl olanlardır. Oxuyarkən hər bir qaydanın sizin həyatınızda necə tətbiq edildiyini dəyərləndirmək üçün fasilə verin və düşünün. Bu zaman özünüzlə səmimi olun. Bəzən bir ideya və ya bir qanunun tətbiqi bütün həyatınızı dəyişdirməyə bəs edir. Biznes uğurunun 100 inkar edilməz qanununu tətbiq edərək, biznes həyatınızı onlarla harmoniyada yaşadıqda bu qanundan xəbərsiz insanlar üzərində üstünlüyə malik olacaqsınız. Əvvəllər təsəvvür belə etmədiyiniz nailiyyətləri asanlıqla qazanaraq uğurunuzdan həzz alacaqsınız. Çox insanın bir ömür sərf etdiyi nailiyyətləri siz bir neçə ilə və hətta aya əldə edəcəksiniz. Giriş. Uğur öncədən görüləndir. Yaşamaq üçün əla zamandır. Şəxsi və peşəkar həyatda qarşıya qoyulan nailiyyətləri əldə etmək heç zaman bugünkü qədər asan olmayıb. Və bizim vəziyyətimiz ildən ilə daha da yaxşılaşır. Bunun səbəbi nədir? Səbəb, bugün biznes və nailiyyət əldə etmək haqda bildiyimiz dünənkindən daha çox olmasıdır. Bu, bilik su kimidir. Axıb hər kəsin eyni ideya və imkanlar üçün açıq olan qəlbinə və beyninə tökülür. İnformasiya və ideyaların heyranedici xüsusiyyəti onların sonsuz sayda bölünə bilməsidir.
Əgər sizin biznesi daha effektiv etmək haqqında ideyanız varsa və siz bu ideyanı mənimlə bölüşürsünüzsə, biz ikimiz də bundan faydalanırıq. Sonra mən bu ideyanı başqası ilə və o da öz növbəsində digərləri ilə bölüşürüksə, zamanla hamı faydasını görür. Bilik həm də toplanandır. Biliyi əldə etdikdə onu itirməmək mümkün deyil. İstənilən qədər insan bu bilikdən yararlana bilər və o yenə də bitməyəcək. Qazanılan hər bir bilik digərləri ilə qarşılıqlı əlaqə yaradır və daha da güclənir. Bilik sahəsində irəli atılan hər bir addım yeni imkanlar açır və tətbiq etdikcə daha da dərinləşir. Biliyin genişləndirilməsi və texnologiyanın inkişafını təmin edən qüvvə rəqabətdir. Bugün rəqabət həmişəkindən daha amansız, qəddar, sürətli və yaradıcıdır. O, getdikcə daha da güclənəcəkdir. Deyirlər, biznes müharibədir. Biznesə dair kitablar, məqalələr və kurslar, marketinq döyüşü, taktiki manevr, əks həmlə və s. bu kimi hərbi terminlərlə doludur və bunların hamısı həqiqətdir. Sadəcə bir fərq var. Aparılan müharibənin təbiəti. Hərbi döyüşlərin məqsədi torpaqların zəbt edilməsi və insanların əsarətə alınmasıdır. Biznes döyüşlərinin isə məqsədi bazarın ələ keçirilməsi və müştərinin qazanılmasıdır. Hərbi döyüş dağıtmağa və güc üstünlüyü ilə qələbə çalmağa istiqamətlənib, biznes rəqabəti isə müştərilərə daha yaxşı xidmət etmək üçün daha effektiv üsullar taparaq rəqibləri qabaqlamağa yönəlib. Bu, biznes rəqabəti şiddətlidir. Ən parlaq beyinlər və ən istedadlı insanlar yeni məhsul və daha effektiv xidmətlə müştəriləri sevindirmək üçün gecə-gündüz düşünür və işləyirlər. Rəqabət daim davam edir. Yalnız ən yaxşı ideya və metodları birinci tətbiq edənlər qalib gələcək. Qələbənin astanası konsepsiyasına görə bacarıqlardakı xırda fərq əldə edilən nəticələrdəki nəhəng fərqə səbəb olur. Bilik və bacarığın fərdi tətbiqindəki xırda fərqlər sizin gəlirinizdə və nailiyyətinizdə böyük fərqlərə səbəb olacaq. Bütün karyeranız boyu sizin şəxsi və şirkətinizin maraqları baxımından məqsədiniz uğur və məğlubiyyət arasındakı fərqi müəyyən edəcək qələbə astanasını yaxınlaşdırmaq olmalıdır. Biznesin bütün sahələrində və təbəqələrində uğur qazanmaq üçün strategiya və texnologiyalar heç zaman bugünkü qədər əlçatan olmamışdır. Biz hamımız öyrənərək və həyatımıza tətbiq edərək onlardan yararlana bilərik. Bu kitabın məqsədi biznes tarixində kəşf edilmiş və ən uğurlu biznesmenlər tərəfindən tətbiq edilərək praktikada təsdiqlənmiş prinsip və ya qanunlar sistemini sizinlə bölüşməkdir. Həmin qanunları praktikada tətbiq etmək sayəsində siz qələbə astanasında olacaqsınız. Biznesin əbədi həqiqətlərini bilmək və dərk etmək sizə onu bilməyənlər qarşısında böyük üstünlük verəcək. Biznesinizi və həyatınızı bu universal qanunlar əsasında qurduqda ağlınıza gəlməyən asanlıqla uğura doğru gedəcəksiniz. Qanunları həyatınızda və gündəlik qərarlarınızda daha çox tətbiq etdikcə daha çox effektiv olacaq. Daha yaxşı insanları cəlb edəcəksiniz, daha çox və daha keyfiyyətli məhsul istehsal edəcək və satacaqsınız. Xərcləri daha mükəmməl idarə edəcəksiniz, daha inamla inkişaf edəcək və gəlirinizi daha dəqiqliklə artıracaqsınız. İlk oxunuşda qanunların çoxu qəribə, hətta təzadlı görünə bilər. Buna baxmayaraq, onlar tarixin süzgəcindən keçmiş həqiqətlərdir. Həmişə işə yaramışdır. Onlar təbiət qanunlarıdır. Kainatın özəyini təşkil edən qanunlardır. Onlar toxunulmazdır. Thomas Henry Huxley liberal təhsildə yazır. Şahmat taxtası dünyadır. Fiqurlar kainatın fenomenləridir. Oyun qaydaları isə təbiət qanunu adlandırdığımızdır. Oyundakı rəqibimiz bizdən gizlənmişdir. Bilirik ki, onun oyunu daima düzgün, təmkinli və dəqiqdir. Biz həmçinin onu da bilirik ki, o heç zaman səhvi bağışlamır və səhlənkarlığa görə güzəştə getmir. Eyni zamanda bu qanunlar neytraldır. Nə pozitiv, nə də negativdir. Onlar üçün sizin şəxsi inancınızın, zövqünüzün və xəyallarınızın heç bir fərqi yoxdur. Biznes aləmində daim mövcud olub və olacaqlar. Johann Wolfgang von Hötemin dediyi kimi,
Təbiət jestləri anlamır. O daim həqiqətdir, daim kəskindir, daim haqlıdır və səhvlər yalnız insanlar tərəfindən törədilir. Onu olduğu kimi qəbul etməyənə nifrət edir və yalnız cəsarətli, səmimi və düzgün olanlara öz sirrini açır. Yemək bişirmək istəyirsinizsə, təcrübədən keçmiş aşbazlıq qanunlarına əməl etməlisiniz. Verilmiş resepti istədiyiniz kimi dəyişib, sonra həmin resept əsasında hazırlanmış xörəyin dadını almağa ümid edə bilməzsiniz. Eyni qayda ilə artıq uğur qazanmış biznesmenlərin əməl etdiyi qanunlara əməl etməyib, onların əldə etdiyi uğura ümid etmək də düzgün deyil. Bu vəziyyətə uyğun bir rəvayət var. Bir nəfər 30 mərtəbəli binadan yıxılır və 15-ci mərtəbədə başqa biri pəncərədən başını çıxarıb vəziyyət necədir deyə soruşur. Yıxılmaqda olan adam hələ ki pis deyil deyə cavab verir. İnsanların çoxu öz biznes həyatını məhz belə başlayır. Hələ ki pis deyil. Biznesə dair təbiət qanunlarına əməl etmirlər. Bəzən bilərəkdən, bəzənsə bilmədən, lakin bu qanunlar inkar edilməz və mütləqdir. Səhlənkarlıq etmək pul və vaxt itkisi bahasına başa gəlir. Yaxın gələcəkdə səhlənkarlığın fəsadından yayındığımızı düşünsəniz də, nə vaxtsa haqqını mütləq ödəyəcəksiniz. Yaxşı xəbərsə ondan ibarətdir ki, siz həyatınızı biznes uğurunun 100 inkar edilməz qanunu əsasında qursanız, uğur sevincini yaşayacağınıza təminat var. Biznesmenin ən yaxşı xüsusiyyəti praqmatizmdir. İdeyanın mənşəyi sizi o qədər də maraqlandırmadıqda praqmatik olursunuz. Hardan ortaya çıxması və kimin icad etməsi haqqında soruşmursunuz. Sizi yalnız bir məsələ maraqlandırır. İşə yarayırmı? Biznesiniz işə yarayacaq prinsipləri tapmaq və lazım gəldikdə tətbiq etmək bacarığınız qədər uğurlu olur. Bu kitabın məqsədi sizə dəfələrlə praktikada təsdiqini tapmış, işə yarayan prinsiplər və strategiyalar verməkdir. Universal qanunlar və prinsiplər telefon nömrələri kimidir. Yalnız düzgün nömrəni yığdıqda siz lazım olan abonentə zəng edə bilərsiniz. Son dərəcə istedadlı, ağıllı, savadlı, intellektual və zəhmətkeş olsanız belə, nömrəni səhv yığsanız, sizə lazım olan adama zəng edə bilməyəcəksiniz. Minlərlə şirkət həlledici qərarların qəbulu zamanı bu qanunlara əməl etmədiyindən aşağı göstəricilərə enmiş, hətta müflisləşmişdir. Qanunlardan birinə və ya bir neçəsinə əməl etmədiyi üçün minlər və hətta milyonlarla şirkət öz potensialından qat-qat aşağı nəticələr göstərmişdir. Unutmayın, qanunlara səhlənkar yanaşmaq bağışlanmır. Onlarla tanış olmamaq və mövcudluğunu bilməmək də sizə haqq qazandırmır. İstənilən halda siz qanunlardan yayındığınıza və onlara əməl etmədiyinizə görə cəzalanacaqsınız. Mənim öz rəvayətim. Mənim təhsilim və ümumiyyətlə uşaqlığım o qədər də ürək açan deyil. Ailəm o qədər də zəngin olmayıb və mən 11 yaşımdan işləməyə başlamışam. Ali məktəbdə təhsilimi yarımçıq qoyub, ticarətə qatılmalı oldum. Aylarla satış uğrunda mübarizə apardım və nəhayət bütün həyatımı dəyişəcək sualı verdim. Nə üçün bəziləri digərlərindən daha uğurlu olur? Tövratda deyilir, axtar, tapacaqsan, axtaranların hamısı tapır. Bəzilərinin məndən uğurlu olmalarının səbəbini axtaranda cavabı hər yerdə gördüm. Tapdığım cavabları tətbiq etməyə başlayanda uğurlu insanların əldə etdiyi nəticələri qazandım. Həyatda 90-a 10 qaydası deyilən bir qayda var. Buna əsasən, hər hansısa bir sahədə prinsiplərin, qaydaların, metodların və üsulların öyrənilməsinə sərf edilən 10% vaxt, gələcəkdə həmin sahədə qarşıya qoyulan istənilən məqsədə nail olmaq üçün sərf edilən vaxtın və zəhmətin 90%-nə qənaət edəcək. Zamanla aşkar etdim ki, ağıllı adamlar müəyyən bir sahədə nəticə əldə etməyə cəhd göstərməzdən öncə həmin sahədəki qayda qanunu öyrənməyə vaxt sərf edənlərdir. Onlar ev tapşırığını öncədən edirlər. 30 yaşlarımda mən yarımçıq qalmış formal təhsilimi davam etdirdim. Universitetdə biznes və administrasiya sahəsi üzrə magistr dərəcəsi aldım. Biznes sahəsinin öyrənilməsinə 4000 saat sərf etdim. İllər ərzində uğurun sirri axtarışı zamanı yüzlərlə əlavə kitab və məqalə oxudum. Mənə 6 ölkəni əhatə edən satış şəbəkəsi qurmaq imkanı veriləndə ekspertlərlə məsləhətləşməyə başladım, kitablar oxudum, audio proqramlar dinlədim və kurslara getdim.
Onlar öyrəndiyimi ən effektiv qaydaları və prinsipləri tətbiq etdim. Bir ilə dolanışığını güclə çıxaran küçə satıcısından 6 ölkədə milyonlarla dollarlıq dövriyyə edən şəbəkə rəhbərinə çevrildim. Daşınmaz əmlak bazarına daxil olduqda da eyni prinsipi tətbiq etdim. Daşınmaz əmlak sahəsinə aid kitabxanadakı bütün kitabları götürüb oxudum. Ekspertlərlə saatlarla söhbət edib suallarıma cavablar axtardım. Bundan sonra $100 bir parça torpaq aldım. Lazım olan bütün sənədləri topladım. Proyektim üçün kifayət qədər vəsaitə malik sponsor tapdım və cəmsi 12 aya $3 milyon dəyərə malik ticarət mərkəzi tikdim. Yapon avtomobillərinin idxalı ilə məşğul olarkən də eyni prinsiplə hərəkət etdim. Bir il ərzində ümumilikdə 25 milyonluq dövriyyə edən 65 diler məntəqəsindən ibarət şəbəkə yaratdım. $265 milyon kapitala malik şirkətin meneceri vəzifəsinə təyin edildikdə də mən artıq sınaqdan keçirilmiş prinsip, qanun və üsulları tətbiq etdim. Bir il ərzində üzü aşağı yuvarlanmaqda olan şirkəti uğurla inkişaf edən şirkətə çevirdim. Biznesmenlər məni məsləhətçi və çətin vəziyyətlər üzrə analitik kimi əməkdaşlığa dəvət edirdilər. Biznesi dərindən öyrənirdim və aşkar etdiyim prinsipləri tətbiq etməklə vəziyyəti düzəldirdim. Nəticədə müştərilərimin itmək üzrə olan milyonlarını geri qaytarır ya da əlavə milyonlar qazandırırdım. Sonra bütün bu ideya və prinsipləri sistemləşdirib seminarlarda və konsultasiyalarda insanlara danışırdım. Nəticədə kitablar və audio yazılar şəklində toplanmış treyninq və seminarlar seriyası yarandı. Amerikanın və dünyanın biznes aləmində yayıldı və 20-dən çox dilə tərcümə edildi. Bu seminarların və treyninqlərin bu qədər effektiv olma səbəbi çox sadədir. Onlar insanların uzun illər ərzində çəkəcəyi zəhmətə qənaət edən, praktikada sınanmış prinsiplər əsasında qurulmuşdu. Mənim tələbələrim öyrəndiyi qanunları və prinsipləri tətbiq edərək milyonlarla dollar qazanc gətirən biznes qurmağı bacarmışdılar. İllər ərzində minlərlə biznesmenlə işlədikdən sonra bütün uğurlu bizneslərin bu prinsipləri bir qayda olaraq hər addımda tətbiq etmələrini aşkar etdim. Onları təkrarlasanız, demək olar ki, dərhal eyni nəticələri əldə edəcəksiniz. Biznes uğurlarının çoxu bu qanunların daimi tətbiqi ilə izah olunur. Uğursuzluqlar da bu qanunlara qarşı səhlankarlıqla izah edilir. Fəaliyyətinizi bu universal qanunlar əsasında qurmaqla vaxtınıza və səylərinizə qənaət etmiş olacaqsınız. Eyni zaman kəsiyində və eyni səylər nəticəsində daha çox uğur qazanacaqsınız. Daha rahat və inamlı, daha optimist və şən, daha məhsuldar və effektiv olacaqsınız. Əldən düşənə kimi işləyib, zəif nəticədən məyus olmaq əvəzinə az vaxtda daha çox iş görmək və daha məhsuldar olmağınızdan zövq alacaqsınız. Çox zaman tələbələrimlə bölüşdüyüm bu prinsiplərin sadə analogu var. Sual verirəm. Alıb evinizdə quraşdırdığınız velo trenajorun faydalılığı nə ilə müəyyən edilir? Auditoriyadakı biznesmenlər və satıcılar dərhal cavab verirlər. Nəticə o trenajordan nə qədər istifadə etməkdən asılıdır. Budur əsas məsələ. Əslində, velo trenajorun nə qədər effektiv olması deyə bir anlayış yoxdur. Bu, yalnız adamın trenajordan nə qədər istifadə etməsindən asılıdır. Alacağınız nəticə sərf etdiyiniz zəhmətlə düz mütənasibdir. Sınaqdan keçmiş qanunların biznes həyatınızda tətbiqində də vəziyyət eyni cürdür. Məsələ onların işə yaramamasında deyil, sizin o qanunlara nə qədər ciddi riayət etməyinizdədir. Velo trenajorda olduğu kimi. Nə qədər ciddi riayət etsəniz, o qədər effektiv olar. Əsas məsələyə keçməzdən öncə son bir qeyd. Uğurlu biznesmenlərin növbəti ümumi xüsusiyyəti onların fəaliyyəti istiqamətlənmiş olmalarıdır. Onlar reaktiv deyil, proaktivdirlər. Təşəbbüskardırlar. Yaxşı ideya eşitdikdə dərhal işə keçirlər. Dərhal işə keçərək müəyyən nəticələr əldə edirlər və bu nəticələrə əsasən düzəlişlər aparır və yenə də fəaliyyətlərə davam edirlər. Hər bir təcrübədən dərs alır və inkişaf edirlər. Yeni şeyləri sınayırlar. Qarşıdakı səhifələrdə rastlaşacağınız yeni ideyalar əsasında fəaliyyətə keçməkdə israrlı olun. Yubanmayın. Nəyisə fərqli etmək qərarı sizin bütün həyatınızı dəyişə bilər. Sizi yalnız bir sual maraqlandırmalıdır. Bu, işə yarayırmı? Bəli, yarayır.
İstənilən sahədə, istənilən zaman və istənilən şəraitdə yararlıdır. Nə qədər çox istifadə etsəniz, bir o qədər çox xeyir verəcək. Həyatınızı bu qanunlara nə qədər uyğun yaşasanız, bir o qədər xoşbəxt və uğurlu olacaqsınız. Heç bir limit yoxdur. Birinci hissə, həyatın qanunları. Nə üçün bəzi insanlar və ya təşkilatlar digərlərindən daha uğurlu olur? Nə üçün bəzi insanların karyerası daha sürətlə irəliləyir və onlar daha çox qazanır? Digər tərəfdən, nə üçün bəziləri hər gün işini dəyişir, pulun azlığından daim şikayət edir və çəkdiyi ağır zəhmətin cavabsız qalmasından gileylənir? Nə üçün bu qədər insan Henry David Thoreau'nun yazdığı kimi tam əlacsız həyat yaşayır? Öz biznesimə başlayarkən hamıdan geridəydim. Tez-tez işimi dəyişirdim və həyatımda baş verən gözlənilməz hadisələrin burulğanından və rəislərimin anlaşılmaz rəftarından başımı itirmişdim. Özümü oyun qaydalarını bilmədən meydana atılmış oyunçu kimi hiss edirdim. Sonra özümə sual verdim. Nə üçün bəziləri digərlərlə uğurlu olurlar? Müşahidə etdim ki, ətrafımdakı uğurlu insanlar heç də məndən ağıllı və ya güclü deyil. Aralarında çətin xarakterə və ya şübhəli etikaya malik insanlara da rast gəlirdim. Ağıllı ideyası olmayanlar da vardı. Bütün bunlara baxmayaraq, onlar uğur qazanırdılar. Böyük kəşf. Həyatımın ilk dönüş nöqtəsi Aristotelin bugün səbəb və nəticə qanunu adlandırdığım səbəb prinsipini kəşf etməyim oldu. İnsanların çoxunun talelərlə oynayan Olimp allahlarına inandığı zamanlarda Aristotel tamam fərqli bir düşüncə bəyan etdi. Bu, bizim dünyaya baxışımızı həmişəlik dəyişdi. 1. Səbəb və nəticə qanunu. Hər şey müəyyən bir məqsədə görə baş verir. Hər bir effektin səbəbi olur. Aristotel təsdiq etdi ki, bizim dünya şansla deyil, qanunla idarə edilir. Bizim bilib bilməməyimizdən asılı olmayaraq, baş verən hər şeyin müəyyən bir səbəbi vardır. O deyirdi ki, hər bir səbəbin müəyyən bir nəticəsi və ya nəticələri olur. Xoşlamağımızdan və ya görməyimizdən asılı olmayaraq, hər bir səbəb və ya hərəkət özündən sonra hansısa bir nəticə doğurur. Bu fikir qərb fəlsəfəsinin, qərb düşüncəsinin ulu babasıdır. Hadisələr arasında əlaqə axtarışı qərbin elm, texnologiya, tibb, fəlsəfə və hətta hərb sənətində 2000 illik güclü təkamülünə səbəb oldu. Bugün bu axtarış dünyamızı dramatik şəkildə dəyişən texnoloji inkişafın əsas özəyidir. Bu qanuna əsasən nailiyyət, xoşbəxtlik, rifah və biznes uğuru müəyyən səbəblərin və ya hərəkətlərin nəticəsidir. Sadə dillə desək, əldə etmək istədiyiniz nəticə və ya effekti aydın görürsünüzsə, çox güman ki, ona nail ola bilərsiniz. Həmin nailiyyətləri əldə etmiş insanları müşahidə edərək, onların etdiklərini təkrarlasanız, siz də həmin nəticələri əldə edə bilərsiniz. Uğur təsadüf deyil. Uğur möcüzə deyil, heç təsadüf də deyil. Hər şeyin bir səbəbi var. Yaxşı və ya pis, pozitiv və ya negativ. Nə istədiyinizi aydın bildikdə, sizə qalan sadəcə həmin şeyə artıq nail olmuş insanları təkrarlamaqdır. Son nəticədə onların əldə etdiyi nailiyyətləri siz də əldə edəcəksiniz. Bu, Tövratda əkin və biçin qanunu adlandırılır. Nə əkərsən, onu da biçərsən. Isaac Newtonun bunu hərəkətin 3-cü qanunu adlandırıb. Təsir özünə bərabər əks təsir doğurur. Bizim üçün bu universal qanunun ən yaxşı ifadə forması düşüncələr səbəb, şərait isə nəticədir. Başqa cür desək, düşüncələr yaradıcıdır, düşüncələriniz həyatınızın ən yaradıcı qüvvələridir. Bütün dünyanızı necə düşünməyinizlə yaradırsınız. Bütün insanlar və vəziyyət həyatınızda yalnız sizin onlara verdiyiniz dəyər əsasında formalaşır və düşüncələrinizi dəyişdikdə həyatınızı da dəyişirsiniz. Bəzən bunun üçün saniyələr bəs edir. Şəxsi və biznes uğurunun əsas prinsipi sadədir. Siz vaxtınızın çox hissəsini nə düşünürsünüzsə osunuz. Bütün dinlər, metafizika, fəlsəfi təlimlər və psixoloji nəzəriyyələr bu prinsipin üzərində qurulmuşdur.
Bu prinsip həm ayrı-ayrı şəxslərlə yanaşı qruplara və təşkilatlara da aiddir. Gördüyünüz və yaşadığınız hər şey bu fenomen arxasında dayanmış insanların düşüncəsinin nəticəsidir. Ralph Waldo Emerson öz yazıları ilə bunu bildirmişdir. Hər bir böyük təşkilat bir insanın uzadılmış kölgəsidir. Özünüzü necə hiss etməyiniz və reaksiyalarınız baş verən hadisədən deyil, onun haqqında sizin nə fikirləşməyinizdən asılıdır. Təkrar edirəm, özünüzü necə hiss etməyiniz və reaksiyanız baş verən hadisədən deyil, onun haqqında sizin nə fikirləşməyinizdən asılıdır. Vəziyyətiniz və çevrəniz ətraf aləmdə baş verənlərdən asılı deyil. Daxilinizdə baş verənlər həyatınızın nə vəziyyətdə olmasını müəyyən edir. Sizin seçiminiz, sizin həyatınız. Siz seçiminizdə daim azadsınız. Ən sonunda sizi heç kim bu və ya başqa cür düşünməyə, hiss etməyə və davranmağa vadar etmir. Ətraf aləmi necə qəbul etməyiniz və nə düşünməyiniz sizin davranışınızı və həyata münasibətinizi müəyyən edir. Pensilvaniya Universitetinin doktoru Martin Seligman bunu anlama stili adlandırır. Bu, sizin hadisələri özünüzə izah etmə üsulunuz, stilinizdir. Sizin nə olmağınızın və nə olacağınızın kritik müəyyənecisidir. İşin yaxşı tərəfi isə odur ki, anlama stili dəyişdirilə biləndir. Yəni, siz hadisələri anlama üsulunuzu dəyişə bilərsiniz. Müəyyən bir hadisəni sizi əsəbləşdirəcək və depressiyaya salacaq üsulda deyil, əksinə daha optimist tərzdə qavraya bilərsiniz. Uyğun olaraq, cavab reaksiyanız da daha effektiv və konstruktiv olacaq. Seçim yalnız özünüzdən asılıdır. Düşüncə və hissləriniz daim dəyişir. Ətrafınızda baş verən hadisələr onlara tez təsir göstərir. Misal üçün, yaxşı xəbər eşitdikdə keyfiniz yüksəlir, əhvalınız yaxşılaşır və hər kəsə qarşı münasibətiniz daha pozitiv olur. Əksinə, pis xəbər eşitdikdə əhvalınız pisləşir, əsəbi olursunuz və hər kəsə qarşı münasibətiniz əsəbi olur. Bu hadisəni özünüzə izah etməyinizdir ki, o da sizin reaksiyanızı müəyyən edir. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. Həyatınızın ən vacib sahələrini yoxlayın. Ailə, səhhət, iş, maliyyə, düşüncəniz, danışığınız, rəftarınız və hisslərinizlə əldə etdiyiniz nəticələr arasında əlaqəni, səbəb və nəticə qanunlarına əsasən müşahidə edin. Özünüzlə səmimi olun. 2. Yaşadığınız həyatla bağlı özünüzü necə qiymətləndirməyinizi analiz edin. Tam səmimi olun. Həyatınızın hər bir sahəsində baş verənlərin və mövcud vəziyyətin düşüncələriniz tərəfindən necə törədildiyini və idarə olunduğunu nəzərə alın. Həyatınızı daha da keyfiyyətli etmək üçün hansı dəyişikliklər edə bilərsiniz? 4 əsas qanun. 4 əsas qanun bilavasitə səbəb və nəticə qanunundan qaynaqlanır. Bu qanunlar kitabda öyrənəcəyiniz bütün digər qanunların əsasını təşkil edir. İnsanın qazandığı yaxşı və pis təcrübəni izah edir. Bütün xoşbəxtlik və uğur bu 4 qanunla harmoniya təşkil edə bilməkdən asılıdır. Bədbəxtlik və uğursuzluq da uyğun olaraq bu 4 qanunla harmoniya yarada bilməməkdən irəli gəlir. Bu böyük dördlük inam, gözlənti, cəlb etmə və cavab vermə qanunlarıdır. Bunlar xoşbəxtlik və bədbəxtlik, uğur və uğursuzluq, müvəffəqiyyət və tənəzzülü müəyyən edən səbəb və nəticə qanununun alt qanunlarıdır. 2. İnam qanunu. Səmimiyyətlə inandığınız və hiss etdiyiniz şey sizin üçün reallığa çevrilir. Təkrar edirəm, səmimiyyətlə inandığınız və hiss etdiyiniz şey sizin üçün reallığa çevrilir. Biz daim öz inamımıza əsasən hərəkət edirik, xüsusən özümüzə olan inamımıza. İnamımız ona uyğun gəlməyən informasiyanı tutub saxlayan filtrə bənzəyir. Bəzən biz gördüyümüzə inanmırıq, inandığımızı görürük. İnamımızın həqiqət və ya uydurma olmasından asılı olmayaraq, ona uyğun gəlməyən informasiyanı inkar edirik. Bütün sahələr üçün ən düzgün uğur strategiyası insanlar və ya vəziyyət haqqında yalnız tam, dolğun və obyektiv informasiya əldə etdikdən sonra nəticə çıxarmaqdır. Xüsusən də özünüz və öz bacarığımız haqqında tələsik qərar qəbul etmək xüsusiyyətimizi dəyişməliyik. Özümüz haqqında düşündüyümüzün çoxu doğru olmaya bilər.
Özünüz haqda düşünə biləcəyimiz ən pis şey özünü məhdudlaşdırma inamıdır. Bu, özümüzün hansısa bir yerdə məhdudlaşdığımızı düşündüyümüz zaman ortaya çıxır. Misal üçün, özümüzü digərlərindən daha istedadsız və ya bacarıqsız düşünə bilərik. Digərlərini özümüzdən üstün hesab edə bilərik. Bu yolla özümüzü həqiqətdə olduğumuzdan daha bacarıqsız və zəif olma tələsinə sala bilərik. Bu, özünü məhdudlaşdırma inamı həqiqi potensialımız üçün əyləc rolunu oynayır. Bizi geri dartır. Şəxsi uğur üçün iki nəhəng düşmən yetişdirir: tərəddüd və qorxu. Bu, bizi iflic edir və həqiqi potensialımızdan tam istifadə etmək üçün düşünülmüş risklərə getməkdə tərəddüdə səbəb olur. İnkişaf etmək və daim irəli getmək üçün özünü məhdudlaşdırma inamınızı daim sınağa çəkməlisiniz. İstənilən sahədə, istənilən tərzdə məhdudlaşdığınız haqda bütün fikir və təklifləri rədd etməlisiniz. Siz limitsiz şəxs olduğunuzu əsas prinsip kimi götürməli və kiminsə nə vaxtsa gördüyü hər hansı bir işi sizin də görə biləcəyinizə səmimi inanmalısınız. Gənclik həyatımın çətin illərində mən digərlərinin uğurlarına görə məndən daha ağıllı və bacarıqlı olduğunu düşünərək özümü tələyə salmışdım. Onların məndən daha dəyərli olduğunu inanmışdım. Mən daha dəyərsiz idim. Bu yanlışlıq məni illərlə geri çəkdi. Fakt isə ondan ibarətdir ki, kimsə sizdən daha ağıllı və ya bacarıqlı deyil. Kiminsə sizdən daha müvəffəqiyyətli olmasının səbəbi sadəcə həmin adamın öz təbii istedad və bacarığını sizdən daha çox inkişaf etdirməsidir. Onlar həyatlarına təsir edən səbəb və nəticə qanununu sizdən əvvəl öyrənmişlər. Başqasının bacardığı istənilən işi siz də bacararsınız. Sadəcə görüldüyünü öyrənmək lazımdır. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. Beyninizi tərəddüd və qorxudan azad edin. Təsəvvür edin ki, heç bir məhdudiyyətiniz yoxdur. Mütləq uğur qazanacağınıza əmin olsaydınız, hansı böyük işə qol qoyardınız? Kifayət qədər vaxta, pula və əlaqələrə malik olacağınız halda nə istəyərdiniz və həyatınızı necə təsəvvür edərdiniz? 2. Sizi geri çəkən, özünü məhdudlaşdırma inamınızı sınağa çəkin. İnsanların çoxu bu sahədə kördür. Onları tanıyan səmimi bir insanın fikri lazımdır. Sizi dəyərləndirən və sizə qarşı səmimi olan birinin yanına gedin və ona nə üçün həqiqi potensialınızdan aşağı nəticələr əldə etməyinizin səbəbini soruşun. Və ümumiyyətlə bunun obyektiv səbəbi varmı? 3. Gözlənti qanunu. İnamla gözlədiyiniz şey sizin öz öncə görməniz olur. Həyatınızın vəziyyəti haqda daimi düşüncələriniz və danışıqlarınızla siz öz həyatınızın öncə görücüsü olursunuz. İnamla yaxşı şeylərin baş verməsini gözlədikdə onlar baş verir. Təkrar edirəm, inamla yaxşı şeylərin baş verməsini gözlədikdə onlar baş verir. Pis şeyləri gözlədikdə onlar da mütləq baş verir. Gözləntiləriniz həmçinin ətrafınızdakı insanlara da təsir edir. İnsanlardan nə gözləməyiniz onlara qarşı münasibətinizi müəyyən edir və onlar da bu və ya digər situasiyada eynən güzgü kimi sizin münasibətinizə uyğun pozitiv və ya negativ davranırlar. Harvard Universitetinin professoru Dr. Robert Rosenthal müəllimlərin şagirdlərdən nə gözləmələrini öyrənmək üçün çoxlu təcrübələr aparmışdır. Özünün sinif otağında Pigmalion kitabında yazır. Müəllimlərə siniflər verilərkən onlara bildirilir ki, şagirdlər seçilmiş şagirdlərdir və növbəti dərs ilində onların hamısından yüksək nəticələr gözlənilir. Həqiqətdə, şagirdlərin ən adi uşaqlar olmasına baxmayaraq, müəllimlərin onların qeyri-adi bacarığa malik olmalarına inandıqlarına görə, ilin axırında bu sinif özü kimi digər adi siniflərdən qat-qat yüksək göstərici əldə etmişdir. Sizin də həyatda rəisinizdən, işçilərinizdən və ya müştərilərinizdən nə gözlədiyiniz doğru çıxacaq. İnsanlardan nə gözlədiyiniz güclü təsirə malikdir və buna görə də diqqətli olun. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? Ən yaxşısını gözləyin. 1. Ən yaxşısını gözləyin. İş yoldaşlarınızdan və işçilərinizdən ən xoş niyyətləri gözləyin. Onların yaxşı işləmək, yüksək nəticələr əldə etmək, verilən tapşırığı keyfiyyətlə yerinə yetirmək, istədiklərinə inanın.
Yanlışlıq baş verdikdə, hansı ki daim baş verir, əsəbləşib kimisə ittiham etmək əvəzinə, onlarla dostcasına masaya əyləşib nə baş verdiyini analiz etməyə çalışın. Hər şey üçün daim yaxşı səbəb olur. 2. Evdən başlayın. Həyat yoldaşınıza və uşaqlarınıza daim onları sevdiyinizi, onlarla fəxr etdiyinizi və onların heyrətamiz olduqlarını söyləyin. Harvard Universitetindən David McClellan müəyyən etmişdir ki, ən uğurlu uşaqlar pozitiv münasibətli ailələrdən çıxan uşaqlardır. Valideynlər daim uşaqlarına onları nə qədər çox sevdiklərini və onlara inandıqlarını deməklə pozitiv enerji verirlər. Nə baş verməsindən asılı olmayaraq uşaqlar daim bilirlər ki, valideyn onların arxasındadır və onlar valideynlərini məyus etmirlər. 3. Eyni prinsipləri işdə də tətbiq edin. Ən yaxşı menecerlər və satıcılar pozitiv gözləntilərə malik olanlardır. Onlar hər şeydən və hamıdan yalnız yaxşı şey gözləyirlər. 4. Özünüzdən ən yaxşısını gözləyin. Təsəvvür edin ki, potensialınız hüdudsuzdur və qol çırmadığınız, istənilən işin öhdəsindən gələ biləcəksiniz. Gələcəyinizin yalnız öz təsəvvürünüzlə məhdudlaşdığını və indiki nailiyyətinizin sizin həqiqi potensialınızın yalnız az bir hissəsi olduğunu düşünün. Təsəvvür edin ki, nailiyyətlər sizi hələ qarşıda gözləyir və indiyə kimi əldə etdikləriniz böyük işlər üçün sadəcə hazırlıq idi. 4. Cəlb etmə qanunu. Siz canlı maqnitsiniz. Siz düşüncənizin əsas hissəsini əhatə edən vəziyyət, situasiya və insanları həyatınıza cəlb edirsiniz. Bu, insanın biznes və şəxsi həyatındakı uğur və uğursuzluğu izah edən ən başlıca qanunlardan biridir. Eramızdan 3000 il əvvəl Misir Mistik Məktəbi tərəfindən yazılmışdır. O qədər güclüdür ki, həyatımızdakı hər şeyə təsir edir. Malik olduğumuz hər şeyi düşüncəmiz və necə bir şəxsiyyət olmağımızla həyatımızı özümüz cəlb etmişik. Təkrar edirəm, malik olduğumuz hər şeyi düşüncəmiz və necə bir şəxsiyyət olmağımızla həyatımıza özümüz cəlb etmişik. Düşüncəmizi dəyişməklə həyatımızı da dəyişə bilərik, şəxsiyyətimizi də. Quşun lələkləri birlikdə uçur. Nə istəyirsənsə, o da səni istəyir və s. Bu kimi deyimləri yəqin ki, eşitmisiniz. Bunların hamısı cəlbetmə qanunu ifadə edir. Düşüncələrimiz son dərəcə güclüdür. Onlar sanki işıq sürəti ilə hərəkət edən mental enerjidir. İstənilən maneəni dəlib keçə bilir. Buna görə də, misal üçün, çox-çox uzaqlarda olan bir insan haqqında düşünərsiniz və həmin an o adam zəng edə bilər. Siz o insan haqqında düşündükdə, düşüncələriniz onunla əlaqə yaradır. Şirkətlər əsas məqsədləri ilə harmoniya təşkil edən şəraiti, maliyyə vəsaitini, təminatçıları, işçiləri və müştəriləri cəlb edən məhsul, proses və xidmətlər tətbiq edir. Sanki təşkilatın içindəki və çölündəki hər bir insanın ingredienti musiqi aləti kimi möcüzəli ansambl təşkil edir. Hansısa bir təşkilatda nəsə qaydasında olmadıqda, görülən ilk iş insanların özləri və şirkətləri haqqında düşüncələrini dəyişəcək yeni bir insan dəvət etməkdir. Müştərilər və işçilər arasındakı münasibətlərə dair yeni düşüncə, yeni strategiya və yeni siyasət çox zaman dramatik dəyişikliyə səbəb olur. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. Diqqətlə özünüzü analiz və yoxlama ilə məşğul olun. Ətraf aləmə nəzər yetirin və onun sizin düşüncələrinizlə necə harmoniya təşkil etdiyi haqqda düşünün. Həyatınızdakı bütün yaxşılıqları diqqətinizin mərkəzinə gətirin. Onların həyatınızda olmasına səbəb sizin onları cəlb etməyinizdir. Sonra həyatınızın çatışmazlığına baxın və onlara görə məsuliyyəti öz üzərinizə götürün. Bu çatışmazlığın da həyatınızda olmasına səbəb siz özünüzsünüz. Onların öhdəsindən gəlmək üçün nə edə bilərsiniz? 2. Özünüzə baxın və soruşun. Bunları cəlb edəcək nə var məndə? Təsəvvür edin ki, siz həyatınızın və taleyinizin arxitektorusunuz. Həyatınızda baş verənləri düşüncənizlə özünüz cəlb edirsiniz. Həyatınızın müəyyən bir aspektini dəyişmək istəyirsinizsə, düşüncənizi necə dəyişməlisiniz? 5. Cavab vermək qanunu. Xarici aləminiz daxili aləminizin əksidir. O sizin əsas düşüncənizə uyğun formalaşır.
Bu qeyri-adi prinsipdir. Xoşbəxtlik və bədbəxtliyi, uğur və uğursuzluğu, dahilik və səfilliyi izah edir. Bu sahədəki uzun illik araşdırmalarıma rəğmən, hələ də bu güclü qanunun zəhmi mənə ağır gəlir. Sanki Böyük Kanyonun qarşısına dayanıb nəhəngliyinə baxıram. Böyük Kanyon Amerikanın Arizona ştatında yerləşir və Kolorado çayı tərəfindən yaradılmış bu kanyonun uzunluğu 446 km, eni 29 km, dərinliyi 1800 metrdir. Bir düşünün, xarici aləm hər şeydə sizin daxili aləminizi əks etdirir. Sizin daxili aləminizdə heç bir şey nə ilə əlaqəsi olmadan baş verə bilməz. Həyatınızda nə isə dəyişmək və ya inkişaf etdirmək istəyirsinizsə, işə daxili aləminizdən başlamalısınız. Bəzən buna mental ekvivalent deyirlər. Həyatınızın ən böyük öhdəçiliyi beyninizdə arzuladığınız xarici aləmin ekvivalentini yaratmaqdır. Heç bir məqsədə onu daxilinizdə yaratmadan çatmağınız mümkün deyil. Sanki sizin həyatınız güzgüdür. Hansı tərəfə baxsanız özünüzü görəcəksiniz. Misal üçün, insanlarla münasibətiniz daxilən necə insan olmağınızın əksidir. Səhhətiniz, vəziyyətiniz və ya münasibətiniz nə düşündüyünüzün ifadəsidir. İnsanların çoxu bunu qəbul etməkdə çətinlik çəkir. Onlar düşünürlər ki, həyatdakı problemlərin hamısı başqa insanlar və xarici təsirlər tərəfindən törədilir. Onlara öz həyatlarının və problemlərinin özləri tərəfindən yaradıldığını dedikdə şoka düşürlər və əsəbləşirlər. Onların ətrafın, bəzən bütün dünyanın dəyişməsini istəyirlər, lakin özləri dəyişmək istəmirlər. Cavab vermək qanunu bütün dinlərin və fəlsəfi məktəblərin əsas prinsipidir. Şəxsi azadlığın və xoşbəxtliyin açarıdır. Uğur və təminata aparan əsas yoldur. Bu dünyada idarə edə biləcəyimiz yalnız bir şey var. O da öz düşüncələrimizdir. Yalnız öz düşüncəmizə sahib çıxdıqda həyatımızın bütün aspektlərini nəzarətə alırıq. Xoşlamadığımız şeylər haqqında düşünmək və danışmaqdan imtina edərək, yalnız xoşladığımız şeylər haqqında düşünərək və danışaraq öz həyatımızın arxitekturuna çevrilirik. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. Ətrafınıza baxın və onun emosiyalarınızın, düşüncələrinizin və istəklərinizin nəticəsi olaraq hansı vəziyyətdə olduğunu qiymətləndirin. Biznesiniz və ya karyeranız sizin şirkətinizin, həmkarlarınız, məhsul, xidmət, müştəri və məqsədləriniz haqqında nə düşündüyünüzü necə təzahür etdirir? Səmimi olun. 2. Bugündən yaşamaq istədiyiniz xarici həyatın daxilinizdə güzgü əksini, mental ekvivalentini yaratmağa başlayın. Təsəvvür edin ki, biznesiniz və ya işiniz bütün aspektlərdə mükəmməldir. Bu təsəvvürün reallaşması üçün düşüncənizdə hansı dəyişikliklər etməlisiniz? Xülasə, bu kitabda öyrənəcəyiniz bütün biznes qanunları inam, gözlənti, cəlb etmə və cavab vermə qanunları ilə kombinə edilmiş səbəb və nəticə qanunlarının məntiqi davamıdır. Onlar yalnız bir mesaj verir. Düşüncənizin keyfiyyətini dəyişsəniz, həyatınızın da keyfiyyətini dəyişəcəkdir. Düşüncədə heç bir məhdudiyyət olmadığından nə qədər yaxşı yaşaya biləcəyinizdə də heç bir məhdudiyyət yoxdur. Uğur qanunu. Uğur nədir? Uğuru belə izah etmək olar. Əldə ediləndən razı qalmaq. Uğurun qazanc və ya bu kimi digər nailiyyətlə müəyyən edilməsi vacib deyil. Sadəcə sizi təmin edəcək və özünüzü tam rahat hiss edəcəyiniz nöqtəyə çatdıqda da özünüzü uğurlu hesab edə bilərsiniz. Eyni məntiqlə özünüzə uyğun sakit bir yerdə oturub, sakitlikdən həzz aldıqda da özünüzü uğurlu hesab edə bilərsiniz. Nailiyyət uğurdan fərqlidir. Nailiyyət dedikdə istədiyini əldə etmək başa düşülür. Nailiyyət məqsəd qoymaq, plan qurmaq və sonra plan üzrə hərəkət etməyi tələb edir. Nailiyyət qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ortaya çıxan maneələri aşmağı və çətinliklərə sinə gərməyi tələb edir. Həm uğur, həm də nailiyyət üçün başlanğıc nöqtə şəxsi və peşəkar həyatınızın hər bir aspektində nə istədiyinizi dəqiqləşdirməkdir. Motivasiya üçün motiv tələb olunur və həqiqi motivinizi nə qədər aydın təsəvvür etsəniz, bir o qədər sürətlə irəliləyəcəksiniz. İnsan fəaliyyətinin əsasını həyatında nə isə daha yaxşı etmək istəyi dayanır. Sizin hər bir hərəkətiniz bilməyinizdən və ya bilməməyinizdən asılı olmayaraq müəyyən bir məqsədə qulluq edir.
Aristotelin yazdığı kimi, hər bir hərəkət teolojidir, məqsədyönlüdür, müəyyən bir məqsədə hədəflənmişdir və hər bir hərəkətə rəhbərlik edən faktor indiki vəziyyətdən daha yaxşı vəziyyətdə olmaq istəyidir. Heyrətamiz həqiqət isə ondan ibarətdir ki, sanki qarşıya qoyulan bütün məqsədlərə nail olunur. Əgər məqsədiniz kiçikdirsə, misal üçün, axşam evə gedib televizora baxmaqdırsa, onda mütləq buna nail olacaqsınız. Məqsədiniz böyükdürsə, misal üçün, maliyyə müstəqilliyi, şöhrət və ya məşhurluq qazanmaq, onda bu məqsədinizə də nail olacaqsınız. Beyində kibernetik məqsəd axtarma mexanizmi vardır. Şüuraltınızı müəyyən bir məqsədə və ya arzunuzu proqramladıqda, şüuraltınız hansısa gizli bir mexanizm vasitəsilə sizi həmin məqsədə doğru aparır. Təkrar edirəm. Şüuraltınızı müəyyən bir məqsədə və ya arzunuza proqramladıqda, şüuraltınız hansısa gizli bir mexanizm vasitəsilə sizi həmin məqsədə doğru aparır. Məqsədə nail olmaq sanki öz-özünə avtomatik şəkildə baş verir. Məqsədə aparan yolu axtarmaq prosesi nəfəs almaq kimi qeyri-şüuri prosesdir. Əsas çətinlik aydın məqsədlər qoymaq bacarığındadır. Bu vacib bacarığa yiyələndikdə ilk baxışdan ağlasığmaz görünən məqsədinizə də qısa bir müddətdə asanlıqla nail olacaqsınız. Uğur qanununu işə salmaq üçün sizdən tələb olunan ilk iş məqsədinizin nə olmasını aydın təsəvvür etmək və ona nail olduqda həyatınızın necə olacağını xəyalınızda canlandırmaqdır. Təkrar edirəm, Uğur qanununu işə salmaq üçün sizdən tələb olunan ilk iş məqsədinizin nə olmasını aydın təsəvvür etmək və ona nail olduqda həyatınızın necə olacağını xəyalınızda canlandırmaqdır. Layihəsiz ev tikintisinə başlamağın mümkünsüz olduğu kimi, uğurlu gələcəyi də məqsədlər siyahısı və bu məqsədlərə nail olmaq üçün fəaliyyət planı olmadan qurmaq mümkün deyil. Təəssüf ki, yetkin insanların yalnız 3%-i aydın yazılmış məqsədlər siyahısına və onlara nail olmaq üçün iş planına malik olur. Harvard Biznes Məktəbində Nəyi hələ də öyrətmirlər kitabında Mark McCormack qeyd edir ki, yazılı məqsədlərə malik həmin 3% insan eyni zaman kəsiyində digərlərindən təxminən 10 dəfə artıq qazanırlar. Siz sadəcə kağız və qələm götürüb, aydın məqsədlər siyahısı yazmaq kimi bir neçə dəqiqəlik asan iş nəticəsində ən uğurlu və zəngin insanların sırasına qatıla bilərsiniz. İnsanların çoxu bunu heç zaman etməmişdir. Əldə etmək istədiklərinin siyahısını tutmaq və onları əldə etmək üçün nə lazım olduğunu yazmaqla növbəti 3-5 il ərzində həyatınızı bütünlüklə dəyişəcəksiniz. Məqsədinizi kağıza yazmaq üçün əyləşdiyiniz zaman siz tamamilə başqa insansınız. Özünüzə və gələcəyinizə münasibətiniz olduqca yaxşılaşır. Daha inamlı və optimist olursunuz. Həyatınıza daha çox nəzarət etdiyinizi hiss edirsiniz. Ən əsası, məqsəd və planlarınızı yazılı şəklə saldıqda onlara nail olmaq ehtimalınız 10 dəfə artır. Həyatınızı dəyişmək üçün sadə tapşırıq. Sadə, lakin çox güclü tapşırıq. Boş vərəq götürün və növbəti 12 ay ərzində çatmaq istədiyiniz 10 məqsədi yazın. Boş vərəq götürün və növbəti 12 ay ərzində çatmaq istədiyiniz 10 məqsədi yazın. Onları indiki zamanda yazın. Sanki ili başa vurmusunuz və məqsədlərinizə çatmısınız. Hər bir məqsədi şəxsiləndirmək üçün qarşısında mən əvəzedicisini yazın. Misal üçün, mənim aylıq gəlirim x dollardır, mənim satış dövriyəm filan məbləğə qalxıb və s. Alt şüur yalnız indiki zamanda olan pozitiv və şəxsi komandaları qəbul edir. Bu heyrətamiz tapşırıqdır, demək olar ki, sehirlidir. Sadəcə kağız üzərinə 10 məqsəd yazıb bir kənara qoyduqda və 12 aydan sonra götürüb yenidən həmin siyahıya baxdıqda siz təəccüblənəcəksiniz. Onlardan 8-inin həyata keçdiyini görəcəksiniz və bəzilərinin necə baş verdiyini özünüz də bilməyəcəksiniz. Çox zaman məqsədiniz gözlədiyinizdən daha tez reallaşacaq. Houstonlu sığorta icraçısı bu məsləhəti məndən şənbə günü Phoenixdə keçirilən seminarda almışdı. Geri evinə uçarkən təyyarədə növbəti 12 ay üçün məqsədlərin siyahısını tutdu.
Ertəsi gün axşam siyahını bir daha nəzərdən keçirərkən heyran qaldı. Mənə yazdığı məktubda deyirdi ki, məqsədlərini yazmaq hesabına 5 gündə 1 ilə əldə edəcəyindən daha çox nailiyyət əldə edib. Siz uğur qanunlarına əməl etdikdə onlar sizə işləməyə başlayır. Bu qanunlar əsrlər boyunca sınaqdan keçmiş universal prinsiplərdir. Şəxsi və biznes həyatınızda tətbiq etməyə başladıqda nailiyyətlərin sayı və qazanılma asanlığı sizi təəccübləndirəcək. 6. Nəzarət qanunu. Həyatınıza nə qədər nəzarət etdiyinizi hiss edirsinizsə, o qədər xoşbəxt olursunuz. Bu qanunun əksini məntiqi olaraq həyatınızın nə qədər çox nəzarətdən çıxdığını və başqaları və ya şərait tərəfindən idarə olunduğunuzu hiss edirsinizsə, bir o qədər pis olursunuz. Psixoloqlar insanın şəxsiyyət kimi yetişməsində nəzarəti hiss etməyin kritik vacibliyini uzun illər öncə aydınlaşdırmışlar. Onlar bunu nəzarət yeri adlandırırlar. Bu, həyatınızın hansı hissəsinin nəzarətdə olmasını bildirir. Əgər qərarları özünüz verdiyinizi və həyatınızı öz istədiyiniz istiqamətdə idarə etdiyinizi düşünürsünüzsə, siz daxili nəzarət yerinə maliksiniz. Düşüncənizdə bu nəzarət hissinin yeri sizin sağlamlıq səviyyənizi və rifahınızı müəyyən edən kritik elementdir. Daxili nəzarət yerinə malik insanlar həyatını tam öz nəzarətində hiss edir, buna görə də az stresli və daha məsuldar olurlar. Xarici nəzarət yerinə malik insanlar isə həyatının digərləri və situasiya tərəfindən idarə edildiyini hiss edir, buna görə daha çox stresə məruz qalırlar. Psixologiya elminin əsas diqqəti insan düşüncəsinin sağlamlığa və xoşbəxtliyə təsirini öyrənməyə yönəlmişdir. Bu sahədə 25 ildən artıq aparılan araşdırmaların nəticəsinə əsasən nəzarət hissi potensialın üzə çıxarılması üçün son dərəcə əhəmiyyətlidir. Nəzarət qanununun birinci çıxarışı: dəyişiklik zərurətdir. Sadəcə zərurət deyil, həm də qaçılmazdır. O sürətləndirir, gözlənilməz və qarışıqdır. Həyatın bütün aspektlərinə təsir edir. Çox adam üçün dəyişikliklər həmçinin qorxuludur. Çox adamın içində hətta pozitiv dəyişikliklərə də müqavimət göstərmək istəyi vardır. Buna görə də məqsədlər vacibdir. Məqsədlər dəyişikliklərin istiqamətini idarə etməyə imkan verir. Onlar dəyişikliklərin bizim istədiyimiz istiqamətdə baş verməsini, həyatımızın vacib hissələrinə nəzarəti təmin edir, şəxsi güc və rifah hissi verir. Nəzarət qanununun ikinci çıxarışı: nəzarət edilən dəyişiklik nəzarətsiz dəyişikliklərdən fərqli olaraq mütləq nailiyyətlərə aparır. Əsas məqsədinizə çatmaq istiqamətində hər gün müəyyən bir iş görməklə özünüzü daha yaxşı və uğurlu hiss edirsiniz. Avtomatik olaraq nəzarət hissi yaranır. Nəzarət qanununun üçüncü çıxarışı: həyatınızı nəzarətə almaq üçün beyninizi nəzarətə almalısınız. İstədiyiniz şeyləri düşünmək və arzularınıza uyğun məqsədlər müəyyən etmək bacarığınız xoşbəxtlik və böyük nailiyyətlərin başlanğıc nöqtəsidir. Uğurlu insanlar özlərinə yalnız istədikləri şeylər haqqında düşünmək və danışmaq adəti aşırılırlar. Uğursuz insanlarsa əsasən istəmədikləri şeylər haqqında düşünür və danışırlar. İnam, gözlənti, cəlb etmə və cavab vermə qanunlarına əsasən çox zaman nə haqqında düşünür və nə danışırsansa, o da baş verir. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. Həyatınızı diqqətlə analiz edin və ən çox problem doğuran, əsəbləşdirən və stresə səbəb olan məqamları müəyyənləşdirin. Bu, adətən nəzarətin az və ya heç olmadığı anlardır. Stresli vəziyyətin öhdəsindən gəlməyin başlanğıc nöqtəsi onun dəqiq müəyyən edilməsidir. 2. Müəyyən etdiyiniz hər bir problemlə bağlı nə isə bir iş görməyi qərarlaşdırın. İşlə, kimləsə münasibətlə, pul, zaman, emosiya və ya zəhmətlə əlaqəsindən asılı olmayaraq, problemlə bağlı müəyyən bir iş gördükdə nəzarətinizin daha çox olduğunu görəcəksiniz və bu sizin özünüzü daha yaxşı və daha güclü hiss etməyinizə səbəb olacaq. Daim yadınızda saxlayın ki, nə olmağınız və harda olmağınız öz seçiminizdir. Təkrar edirəm, daim yadınızda saxlayın ki, nə olmağınız və harda olmağınız öz seçiminizdir. Vəziyyətinizdən razı deyilsinizsə, dəyişiklik yaratmaq, daha yaxşı seçim etmək üçün bu sizin özünüzdən asılıdır. 7. Təsadüf qanunu. Həyat təsadüflər ardıcıllığından ibarətdir.
Bu qanun əslində insanların çoxu tərəfindən tərəddüdsüz qəbul edilmiş psixoloji prinsipdir və sadəcə onlar özləri bunu qanuna çevirmişlər. Nəyinsə həqiqət olduğuna inansanız, sizin düşüncə və hissləriniz həmin şeyi sizin üçün həqiqətə çevirəcək. Bu qanunun birinci çıxarışı planlaşdırmada uğursuzluğun planlaşdırılmasına səbəb olur. Əslində heç kim bilərəkdən özü üçün uğursuzluq planlaşdırmır. Heç kim öncədən uğursuz və nailiyyətsiz biri olmaq qərarını vermir. Lakin həyatdan məhz nə istədiyini dəqiq aydınlaşdıra bilmədiyi üçün təsadüf qanununun təsiri ilə qeyri-şüuri və məqsədsiz həyat sürür. Sonra baş verənlər isə nəzarətiniz xaricində olan təsadüflər ardıcıllığıdır. Təsadüf qanununun təsiri ilə yaşayan insanlar belə deyirlər: uğur sadəcə lazım olan vaxt, lazım olan yerdə olmaq təsadüfüdür. Onlar uğurun əsasən bəxtdən və şəraitdən asılı olduğunu və özlərinin şəxsi keyfiyyətləri ilə heç bir əlaqəsinin olmadığını düşünürlər. Onlar təsadüf qanunu əsasında yaşayırlar. Bu münasibətin nə qədər güclü olduğunu göstərmək üçün aparılan sorğuda respondentlərin 63%-i təqaüdə tam maliyyə müstəqilliyi ilə çıxmaq yolunu yalnız lotereya udmaqda görür. Bu o deməkdir ki, insanların əksəriyyəti həyatının böyük bir mərc oyunu olduğunu düşünür. Onlar təsadüflərlə yaşayır. Konqres üzvü olan məşhur siyasətçi uğurlu insanlara deyir: həyat oyununda uğur qazanmış insanları, əldə etdiklərini bu oyunda bəxti gətirməyənlərlə bölüşməyə vadar etmək lazımdır. Bu tipli fikirlər daha çox insanı uğurun sadəcə bəxt məsələsi olduğuna inandırır. Onlar şəraitin qurbanı olduqlarını və özlərinə heç bir şeylə kömək edə bilməyəcəklərini düşünərək təsadüf qanunu ilə yaşayırlar. Təsadüf qanunu ilə yaşayan insanlar neqativ, pessimist və köməksiz olurlar və həyatına nəzarət etmədiklərini hiss edirlər. Təsadüf qanununun kölgəsi ilə yaşayan insan öz problemlərinə görə başqalarını günahlandırır. Daim bəhanə gətirir, öz potensialından qat-qat aşağı göstəricilərə malik olur və televiziya izləmək, alkoqol və narkotika əldə olmaq kimi vasitələrlə yaxasını kənara çəkir. Məqsədlərin yaxşı tərəfi isə sizi təsadüf qanununun təsirindən çıxarıb nəzarət, səbəb və effekt qanunlarının təsirinə salır. Məqsəd qoymaq sizə güclülük, məqsədyönlülük və inkişaf hissi verir. Məqsəd qoymaq sizə həyatınıza nəzarət etmək imkanı verir və onun hesabına özünüzdən razı qalırsınız. Məhz buna görə də məqsəd qoymaq uğurun başlıca şərti adlandırılır. Məqsəd sizin bütün həyatınızın xoşbəxtliyində və biznes uğrunda ən böyük rol oynayan bacarıqdır. O sizi sükan arxasında otuzdurur. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. Biznes həyatınızdan razı qalmadığınız və sizdən asılı olmadığını düşündüyünüz bir sahəsini müəyyənləşdirin. Hansı dəyişikliklə nəzarəti yenidən öz əlinizə ala bilərdiniz? Cavab nə olsa, həmin işi elə bugündən görmək qərarına gəlin. 2. Sizi tələyə salan və narahat edən vəziyyətlərə nəzarəti ələ almaq üçün dərhal işə keçin. Sihirli çubuğunuz olsaydı və onunla həyatınızda nəyisə dəyişə bilsəydiniz, bu dəyişiklik nə olardı? 8. Cavabdehlik qanunu. Nə olduğunuza və nəyə nail olduğunuza görə tam məsuliyyəti yalnız siz özünüz daşıyırsınız. Təkrar edirəm. Nə olduğunuza və nəyə nail olduğunuza görə tam məsuliyyəti yalnız siz özünüz daşıyırsınız. Daha çox nə haqda düşünürsünüzsə, o da olur. Necə və nə düşünəcəyini yalnız siz özünüz seçə bilərsiniz. Buna görə də həyatınızda baş verən hər şeyə görə məsuliyyət yalnız sizin öz üzərinizdədir. Qərarınızı 18 yaşından, bəzənsə daha erkən verib seçim edirsiniz. Kim və harda olmağınıza görə yalnız özünüzə borclusunuz. Özünüz seçdiyiniz işlə məşğul olur və seçdiyiniz qədər qazanırsınız. Seçim etməkdə azadsınız. Lakin seçim etdikdən sonra aldığınız nəticəni qəbul etməlisiniz. Fərdi cavabdehlik konsepti həyatın və cəmiyyətin demək olar ən vacib məsələsidir. Bu məsələ ilə bağlı iki əsas fikir vardır. Bir tərəfdə heç kimin heç nəyə cavabdeh olmadığını düşünənlərdir. Onlar baş verən hər bir bədbəxtliyə görə dövləti, cəmiyyəti və ya biznes aləmini cavabdeh görür.
Digər tərəfdə isə azad cəmiyyətlərdə cavabdehliyin yalnız insanın öz üzərində olduğunu iddia edənlərdir. Bu vacib və qaçınılmazdır. Belə insanlar hər bir hərəkətin nəticəsinə görə davranır, gördükləri və görmədikləri işlərə görə cavabdehlik daşıyırlar. Sizin üçün cavabdehlik haqqında bir fakt var. Azad və xoşbəxt olmaq seçim deyil. Bu mütləqiyyətdir. Həyatınızda nə qədər cavabdehlik götürürsünüzsə, nailiyyətiniz bir o qədər olur. Bunu sizin üçün başqası etməyəcək. Cavabdehliyin maraqlı bir xüsusiyyəti vardır. Özünüz nə qədər çox cavabdehlik götürsəniz, insanlar da sizə bir o qədər kömək etməyə çalışacaqlar. Və əksinə, az cavabdehlik götürüb, hər şeyə görə digərlərini günahlandırsanız, insanlar bir o qədər sizdən qaçacaq və kömək etmək istəyən az olacaq. Bu qanunun birinci çıxarışı nə düşünməkdə və nə etməkdə daim azadsınız. Harda olmağınız və nə etməyiniz sizin öz seçiminizin nəticəsidir. Buna görə də olduğunuz yer və gördüyünüz iş üçün düşüncə və rəftarınıza borclusunuz. Xoşunuza gəlsə də, gəlməsə də bu sizin öz seçiminizdir. Seçim azadlığına malik olduğunuzdan gördüyünüz və ya görmədiyiniz işə, dediyiniz və ya demədiyiniz sözə görə məsuliyyəti başqasının üstünə ata bilməzsiniz. Bu qanunun ikinci çıxarışı cavabdehlik düşüncənizə tam nəzarəti ələ almağınızla başlayır. Sizin reallığınızı onun haqqında nə və necə düşünməyiniz formalaşdırır. Nə düşündüyünüzü isə yalnız siz özünüz müəyyən edirsiniz. Düşüncələrinizə nəzarət etmək və onları yalnız istədiyiniz şeylər üzərinə cəmləşdirmək və uyğun olaraq istəmədiyiniz şeylərdən yayındırmaq özünü idarə və mənəvi gücün başlanğıcıdır. Bu qanunun üçüncü çıxarışı heç kim köməyə gəlmir. Nəyinsə olacağı yalnız özünüzdən asılıdır. Həyatınızın yaxşı olmasını istəyirsinizsə, birinci özünüz yaxşı olmalısınız. Dəyişiklik etmək istəyirsinizsə, birinci özünüz dəyişməlisiniz. İnkişaf istəyirsinizsə, birinci özünüzü inkişaf etdirin. Tam cavabdehlik götürməyin mükafatı nəticədə qazandığınız heyrətamiz nəzarət və azadlıq hissidir. Cavabdehlik götürmək nəticəsində özünüzdən razı qalır və pozitiv olursunuz. O, sizi təsadüf qanununun təsirindən çıxarır. Böyük nailiyyətlər yoluna qoyur. Sizin üçün əhəmiyyətli nailiyyətləri əldə etmək istiqamətində sürətinizi artırır. Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. İşinizin hər bir aspektinə görə cavabdehliyi öz üzərinizə götürün. Hər bir sahənin ən yaxşı mütəxəssisi özünü işin sahibi kimi aparır. Əmək haqqını kimdən almasından asılı olmayaraq. Daim şirkətin ən əhəmiyyətli və dəyərli əməkdaşıdır. Heç vaxt nəyəsə görə başqasını günahlandırmayın. Heç vaxt bu mənim işim deyil deməyin. Bu, gələcəyi olmayan insanların ifadəsidir. Bu, sizə yaraşmır. Siz cavabdeh insansınız. 2. Əlavə tapşırıqlara can atın. Görüləcək iş üçün iclasda əlini qaldıran birinci adam olun. Təşəbbüskar olun, proaktiv olun, rəisinizə yaxınlaşın və əlavə cavabdehlik istədiyinizi bildirin və müəyyən cavabdehlik və ya iş tapşırığı aldıqda o işi tez yerinə yetirin. Hər bir işə futbol oyununda həlledici hesab kimi yanaşın. Bütün bacarığınızı sərf edin. 9. İstiqamət qanunu. Uğurlu insan həyatının hər bir sahəsində məqsəd və getdiyi istiqamət haqda aydın təsəvvürə malikdir. Nightingale Conant Corporation of Chicago'nun yaradıcısı, uğur və nailiyyətə dair audio proqramların ən böyük istehsalçısı və dağıdıcısı Leold Conant 50 ildən artıq müddətdə uğurlu insanlarla işləmiş və onları inkişaf etdirmişdir. Uzun illik təcrübənin nəticəsi olaraq o belə bir qənaətə gəlmişdir. Uğur məqsəddir, yerdə qalan hər şey isə şərhdir. Məqsəd qoymaq bacarığınız nailiyyət əldə etmək istiqamətində sizə bütün digər vasitələrdən qat-qat artıq kömək edəcək. Nə istədiyinizin tam aydınlığı böyük nailiyyətlərin başlanğıc nöqtəsidir. Nə qədər konkret və cəmləşmiş olsanız, prioritetləri bir o qədər düzgün müəyyənləşdirər və vaxtınızdan səmərəli istifadə edərsiniz. Vacib işlərə daha çox vaxt sərf etdikdə, nailiyyətlər də bir o qədər çox olur və sizi daha da ruhlandırır. Nailiyyətlər inkişafınızı sürətləndirir və özünüzü möhtəşəm hiss edirsiniz.
Bu qanunu dərhal necə tətbiq edə bilərsiniz? 1. Boş vərəq götürün. Arzu siyahısı başlığı və tarix yazın. 5 illik fantaziyanızı yaradın. Təsəvvür edin ki, artıq 5 il keçib və sizin həyatınız bütün sahələrdə mükəmməldir. Məqsədlərinizə nail olmusunuz, problemlər həll edilib və arzuladığınız həyatı yaşayırsınız. Bank hesabınız, gəliriniz, ailə həyatınız, səhhətiniz və insanlarla münasibətiniz ideal vəziyyətdədir. Bu necə görünərdi? Gündəlik həyatınız necə keçərdi? Kiminlə olardınız? Kim həyatınızda olmazdı? Gəliriniz nə qədər olardı? Ailəniz və həyat tərziniz necə olardı? Necə evə, hansı avtomobilə və fiziki hazırlığa malik olardınız? Arzuladığınız həyatı xırda detallarına kimi arzu siyahısına təsvir edin. Bəzi insanlar bu siyahıda sadəcə 5-6 bənd yazacaqlar. Digərləri isə 200-300 bənddən ibarət siyahı ilə gələcəklər. Motivasiyalı olmaq üçün motiv lazımdır. Sizin motivasiyanızın 85%-i əldə etmək istədiyiniz şeylərdən qaynaqlanır. Nə istədiyinizi nə qədər aydın təsəvvür etsəniz, onu əldə etmək üçün bir o qədər motivasiyalı və qərarlı olacaqsınız. Növbəti 5 ildə qazanmaq istədiyiniz şeylərin siyahısını yazdıqdan sonra, növbəti addım onların vacibliyinə qiymət verməkdir. Sizin üçün ən vacib və həyatınızı daha çox dəyişəcək məqsədinizin qarşısında A hərfi qoyun. Əldə etmək istədiyiniz, lakin o qədər də vacib olmayan və ya həyatınıza A-lar qədər təsir etməyəcək məqsədlərin qarşısında B, yerdə qalan bütün məqsədlərin qarşısında C hərfi yazın. Sonra A kateqoriyalı məqsədləri ayrıca vərəqə köçürün. Alınan siyahını nəzərdən keçirib, onlardan hansının həyatınıza daha çox pozitiv təsiri olacağını müəyyən edin. Həmin məqsədin qarşısında A1 yazın. Daha bir əhəmiyyətli məqsədi seçmək lazım gəlsəydi, hansını seçərdiniz? Onu da müəyyən edib, qarşısında A2 yazın. Bu minvalla siyahdakı bütün məqsədləri vacibliyinə və əhəmiyyətinə görə sıralayın. A1 məqsədi sizin ən əhəmiyyətli, ən əsas məqsədiniz olmalıdır. Bu məqsədə çatmaq sizi digər məqsədləriniz üçün də ruhlandıracaq. Əsas məqsədin müəyyən edilməsi şəxsi inkişafınız istiqamətində atdığınız ilk addım olacaq. Bu məqsədin seçimi ilə siz cəmiyyətimizin ən məqsədyönlü və nailiyyətli insanları sırasına qoşulacaqsınız. Şirkətlərlə strateji planlaşdırma sessiyamız zamanında buna oxşar tapşırıqlardan istifadə edirik. Menecerlərdən şirkətin 5 il sonra çox uğurlu bir şirkət olacağını təsəvvür etmələrini xahiş edirik. Otaqdakı hər kəsdən öz vəzifəsi baxımından bunu məhz necə təsəvvür etdiyini, şirkəti necə gördüyünü təsvir etməyə xahiş edirik. Sonra şirkətin bu vəziyyətdən nail olmaq üçün gərəkli ən vacib məqsədləri yazırıq. Tezliklə şirkət üçün ən əhəmiyyətli məqsəd aydınlaşır. Məlum olur ki, yerdə qalan məqsədlər sadəcə addımlardır. Həmin o əsas məqsədə aparan addımlar. Misal üçün, restoranlar şəbəkəsi ilə apardığımız sessiya zamanı bir neçə məqsəd müəyyən etmişdik. Məhsulun keyfiyyəti, bazardakı reputasiyası, işə götürmə, treninqlər və karyera inkişafı, xidmət standartları, beynəlxalq maliyyə nəzarəti və s. Lakin ən əsas məqsəd növbəti 5 il ərzində şirkətin səhmlərinin qiymətini 300% artırmaq müəyyən edilmişdi. Yerdə qalan bütün məqsədlər səhmlərin 3 dəfə bahalaşmasını təmin edəcək alt məqsədlər və ya addımlardır. Məqsədlərinizi nəzərdən keçirərkən onları 3 kateqoriyaya bölməlisiniz. Birinci kateqoriyada sizin şəxsi və ailəvi məqsədlərinizdir. Bunlar insanlar, vaxt və həyat keyfiyyətinə aid məqsədlərdir. Nəyi nə üçün etdiyinizin səbəbləridir. Hədəfə aldığınız məqsədləri doğuran səbəblərin nə olduğunu tam aydın dərk etməlisiniz. Çox adam əsas məqsədə aparacaq maddi varlıqlar üçün işləməyə aid olur və əsas məqsədi ondur. İkinci qism məqsədləriniz karyera və maddi varlıqlarla bağlı olanlardır. Bu məqsədlər sizin karyera yüksəlişinizi, gəlirinizi və maddi durumunuzu əks etdirəcək. Üçüncü kateqoriyadakı məqsədlər sizin şəxsi və peşəkar inkişafınızla bağlıdır. Bunlar əsas məqsədinizə çatmaq üçün lazım olan maddi varlıqları əldə etməyə imkan yaradan bacarıqlar və şəxsi keyfiyyətlərdir. Həyatınızın tam balans şəkildə
təşkil etməsi və potensialınızdan tam istifadə üçün sizə hər 3 kateqoriyada məqsədlər lazımdır. 2. Məqsədlərinizə nail olmaq üçün dəqiq fəaliyyət planı hazırlayın. Məqsədlərinizi müəyyən etdikdə onları A, B və C kateqoriyalarına böldükdən və vacibliyinə görə sıraladıqdan sonra siz fəaliyyət planı qurmağa hazırsınız. Bunun üçün boş vərəq götürün və A1 məqsədlərinizi indiki zaman formasında sanki artıq həyata keçmiş kimi yazın. Misal üçün, illik gəlirim 100.000 AZN-dir. Sonra bu cür illik gəliri təmin edə biləcək hər şeyin siyahısını tutun. Zamanla ağlınıza bununla bağlı yeni ideyalar gələ bilər. Onları da siyahıya əlavə edəcəksiniz. Siyahı tam olana kimi əlavə edin. A kateqoriyalı digər məqsədləriniz üçün də eyni işi görün. Yekunda A kateqoriyasındakı hər bir məqsədin reallaşmasına istiqamətlənmiş konkret işlər siyahısına malik olacaqsınız. Sonra hər bir işi vaciblik dərəcəsinə və zamana görə sıralayın. İlk görəcəyiniz və ya görməli olduğunuz iş hansıdır? Məqsədə nail olmaqda ən çox hansı iş yardımcı olacaq? Hər bir işin qarşısında A, B və C hərfləri yazın və onları A1, A2, A3, B1, B2, B3 kimi işarələyin. Yekunda sizin əhəmiyyətinə görə aydın sıralanmış siyahınız olacaq. Məqsəd və onlara nail olmaq üçün həyatınızın vacib sahələrinə dair fəaliyyət planınız olacaq. Bu planı hər gün səhər və axşam nəzərdən keçirin. Əsas məqsədlərinizdən birinə dair hər gün müəyyən iş görün. Bu gündəlik fəaliyyət sizə müəyyən təcil verəcək. Bu təcil sayəsində ən çətin məqsədlərə belə nə qədər sürətlə və asanlıqla nail olacağınız sizin özünüzü də təəccübləndirəcək. Sonunda məqsəd qoymaq və ona nail olmaq üçün sınanmış, güclü və sadə üsul vardır. Özünüz istifadə edin və digərlərinə də tövsiyə edin. Birinci addım, nə istədiyinizi dəqiqləşdirin. İnsanların çoxu bunu heç zaman bilmir. İkinci addım, nə istədiyinizi aydın dildə xırdalıqlarına kimi yazın. Üçüncü addım, vaxt qoyun. Məqsəd böyük, mürəkkəb və uzunmüddətli olarsa, addımlara bölün və hər bir addım üçün vaxt təyin edin. Dördüncü addım, məqsədə nail olmaq üçün görə biləcəyiniz işlərin siyahısını tutun. Beşinci addım, hansı işi birinci görmək lazım olduğu, hansı iş daha vacib olduğu və hansı işin mütləq olduğu əsasda işlərinizi sıralayın. Altıncı addım, dərhal planınız əsasında fəaliyyətə başlayın. Yeddinci addım, məqsədiniz istiqamətində hər gün müəyyən bir iş görün.